Hər birinizi salamlayıram əziz izləyicilər. Bugünkü videoda ədədin özü ilə onun tərsinin cəminin 2-yə bərabər yaxud 2-dən böyük olduğunu isbat edəcəyik. Bu bərabərsizliklə dimin test toplusunda qarşılaşmış ola bilərsiniz. Bu bərabərsizliklə yox, bu bərabərsizliyi bilmək tələb olunan sualla qarşılaşmış ola bilərsiniz. İndi işdir də, hər birimiz imtahana hazırlaşan uşaqlarıq. İstər-istəməz qabağımıza çıxır belə tapşırıqlar. Və bu bərabərsizliyi quru-quru əzbərləməklə yadda saxlamaq mümkün deyil deyə düşünürəm. Ona görə qərara gəldim ki, bugün bunun isbatını verək. Ümid edirəm aydın olar. Demək biz bilirik ki, iki ədədin ədədi ortası onların həndəsi ortasından ya böyükdür ya da ona bərabərdir. Bu ədədlərin üzrə tətbiq edək. 2 ədəd deyilmi? 2-yə bölünəcək. Ədəd ortanın tələbidir. Həndəsi ortanın tələbi də odur ki, hasili, bu ədədlərin hasili ədədlərin sayı qədər dərəcəyə alınacaq kök altında. 2 dənə ədəddir, ikinci dərəcədən kök altına alacaq. X-ı 1 bölü x-ə vuranda bu x-lar gedəcək, qalacaq 1. Kök altında 1 də 1 deməkdir, deyil mi? Deməli, nə alındı? X üstəgəl 1 bölü x bölü 2 böyükdür, bərabərdir 1-dən. Fikir verin buna. Belə. Hər tərəfi 2-yə vursaq, x plus 1 bölü x böyükdür, bərabərdir 2-dən. Hər tərəfi 2-yə vurdan məxrəcini azad eləmək üçün. Vəssalam, ispat elədik bu düsturu. Gəlin, həm də ədədi orta ilə həndəsi ortanı ispat eləyək. Niyə? Ədədi orta həndəsi ortadan böyük olur. Bu ədədlər üzərində tətbiq eləyək. Sizə belə bir ifadə yazıram. X minus 1 bölü x-in kvadratı. Niyə bunu yazdığımı görəcəksiniz birazdan. Açanda görəcəksiniz, aydın olacaq. İstənilən ədədin kvadratı. İçində nə olur olsun kvadrat. Nə verəcək? Ya 0 verəcək, ya da 0-dan böyük hansı bir ədəd verəcək də. Mənfi verən deyil ki. Ona görə yazıram belə. İstənilən ədədin kvadratı böyükdür, bərabərdir 0-dan. Bunu açıram. Bunu kök altına alaq. Zəhmət olmasa belə. Bunu açıram indi. Kök altında x-in kvadratı x. Bunların hasilinin 2 misli. 2 vurulsun. Kök altında x, kök altında 1 bölü x. Kök altında x vurulsun 1 bölü x. Belə bir şey olacaq. Bir kökün altına yazım, rahat olsun mənim üçün. Kök altında 1 bölü x'in kvadratı da 1 bölü x. Böyükdür, bərabərdir 0-dan. Bunu, baxın, bu mənfi olanı keçirəm bu tərəfə. X plus 1 bölü x qalır bu tərəfdə. Sağ tərəfdə də qalır nə? 2 kök altında x vurulsun 1 bölü x. Gördünüz? Bir dənə də əməl var. Bunu da eləyək. Hər tərəfi 2-yə bölək. Ki bizim məqsədimiz olsun da. Məqsədimiz nədir? Bunu ispat etmək. Məqsədimiz bunu ispat etməkdir. 2-yə bölək hər tərəfi. X plus 1 bölü x bölü 2 böyükdür, bərabərdir. Kök altında x vurulsun 1 bölü x-dan. Gördünüz? Aldıq bunu da. Deməli, birinci, ilk növbədə bunu ispat eləmək üçün ədədi orta və həndəsi orta düsturunu bilməliyik. Düstur edin, bərabərsizliyini bilməliyik. Bunu biləndən sonra açıb həll edirik. Vəssalam. Onun üçün də bunu da isbatını elədik də. Bu da bunun isbatıdır. Kök altında x minus kök altında 1 minus x-in kvadratı kvadratdan həmişə müsbət çıxır. 0-dan böyük bərabər. Açanda bu alındı. Bu mənfi işarəli ifadəni keçirdik bu tərəfə. Hər tərəfi 2-yə böldük və bizim bu ifadəmiz alındı. Gördünüz? Deməli, bir videonun içində 2 dənə isbat vermiş olduq. Beləliklə bunu da isbat etmiş olduq. Ümid edirəm hər şey aydın oldu. Sağ olun, salamat qalın.